Eşitdim ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Elə bir qəlb yoxdur ki, o Rəhmanın barmaqlarından iki barmağının arasında olmasın. Allah istəyərsə o qəlbi düz və istəyərsə o qəlbi haqdan azdırar. Və sahabə radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah'a dua edərdi ki, Ya müthəbbitəl qulub, thəbbit qulubənə alə dinik. Ey qəlbləri sabit edən Allahım, qəlblərimizi dinin üzərində sabit elə. Başqa bir hədisdə də Ümmü Sələmədən gələn hədisdə buyurur ki, radiyallahu anhə, Allah Resulü sallallahu aleyhi ve sellem bu duanı çox eləyərdi. Allahumma muqallibəl qulub, thəbbit qalbə alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində sabit elə. Və buyurur ki, radiyallahu anhə, dedim ki, ey Allahın Resulü, qəlblər çevrilirmi? Qəlblər də fırlanırmı? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, həqiqətən də bəşərdən elə bir insan yoxdur ki, onun qəlbi Rəhmanın barmaqlarından iki barmağının arasında olmasın. Allah istədiyi kəsin qəlbini düz, istədiyi kəsin qəlbini isə haqdan azdırır. Və sonra isə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, fənəsəlullaha Rabbənə, Rəbbimiz olan Allahdan istəyirik ki, qəlblərimizə hidayət verdikdən sonra o qəlblərimizi saptırmasın, haqdan azdırmasın. Və həmçində qəlblərimizə öz rəhmətindən əta etsin. Həqiqətən də o bəxş edəndir. Və biz də Allahdan diləyirik ki, Allah azze və cəllə bizim qəlblərimizə hidayət verdikdən sonra Allah bizim qəlblərimizi azdırmasın. Bizləri onun dini üzərində, qəlblərimizi onun dini üzərində sabit etsin. Və həqiqətən də bu hədislər, alimlər buyurur ki, onu göstərir ki, İnsan bu duaları ümumiyyətlə tez-tez təkrarlamalıdır. Məşhur dualar da bilirsiniz. Ya muqallibəl qulub, thəbbit qalbə alə dinik. Ya müthəbbitəl qulub, thəbbit qalbə alə dinik. Və s. və axır. Qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində doğru elə. Qəlbləri sabit saxlayan Allahım, qəlbimi dinin üzərində sabit saxla. Alimlər buyurur ki, bu dualar bizə o faydanı verir ki, insan hansı neymət üzərində olduğunu düşünsün. Ki, Allah azze və cəllə bir vaxtlar onun qəlbi hidayət üzərində deyil idi. Lakin Allah subhanahu wa ta'ala onun qəlbini xeyrə yönəltdi, afiyyətə yönəltdi. Və insan bu duaları eləyənə düşünməli ki, nə qədər Allah azze və cəllə şəri, fəsadı ondan uzaq eləyib. Və buna görə Allah subhanahu wa ta'ala bu afiyyətə görə Rəbbini həmd etməlidir. Və Allahdan istəməlidir ki, Allah subhanahu wa ta'ala bu afiyyəti onun üçün davamiyyətli eləsə, həm bu dünyada, həm də axirətdə.